Salam, mən STEAM Akademiyanın rus dili müəllimi Əsgərzadə Səmir. Bu günləri sizə ayın ikisi keçmiş sınav imtahanı suallarını izahını verəcəm. Yəni ilk öncə dinləmə suallarına baxaq. Birdən 5-ə qədər dinləmə suallarıdır. Mən hər zaman uşaqlara vurğulayıram və yenə də qeyd edirəm. Birdən 5-ə qədər suallarla tanış olun. Əks halda sizə çox çətin olar sualların cavabını axtarmağa. Hal-hazırda biz suallara baxmırıq. Mən dinləməni qoyuram və cavablara axtaraq. Это новая диета. Сара, ты бы хотела кусочек пиццы? Нет, спасибо. Я не могу есть пиццу. У меня аллергия на продукты, содержащие глютен. Gəlin birə baxaq. Bir də bizə deyir, почему Sara отказалась от предложенной pizza? Niyə Sara imtina etdi o təklif edilən pizzada? Deyir ki, çünki o fast food'a qarşı idi. Biz hal-hazırda indi başlamışıq dinləməyə. Sizin dediyim kimi vaxtınız olar, 2 dəqiqə suallarla tanış olursunuz, sonra dinləməniz olacaq. Потому что у нее аллергия на овощные продукты, потому что у нее дефицит железа, amma sonra baxın, потому что у нее чувствительность к glютена, yəni həssaslığı var glutenə qarşı və bir dəfə də o momentə baxaq. Сара, ты бы хотела кусочек пиццы? Нет, спасибо. Я не могу есть пиццу. У меня аллергия на продукты, содержащие глютен. У тебя аллергия на мучные продукты? Avtomatik olaraq bir də Y cavab olur. Yəni qulaq asaq. Впервые такое слышу. Это аллергическая реакция на продукты, содержащие пшеницу. Чтобы переварить глютен, организму нужно большое количество ферментов. Поэтому все больше людей придерживаются безглютенового образа жизни. А как проявляется аллергия? К самым распространенным признакам относятся отек, заложенность носа и головная боль. Baxın, bura 2-də baxın. Самый распространен признак аллергии. Burada bir atyok deyil, altına xət çəkin ki, yəni atyoku deyil. Sonra заложенность носа deyil, altına xət çəkirik deyil. Головная боль deyil. Gəlin bir dəfə də buna qulaq asaq. Все больше людей придерживаются безглютенового образа жизни. А как проявляется аллергия? К самым распространенным признакам относятся отек, заложенность носа и головная боль. Avtomatik olaraq 2-də də bizdə olduğu cavab. Mütləq və mütləq eşitdiyi sözləri qeyd edin. Altına axırda görürsünüz hansı cavab qalır. Действительно слишком плохо. Это должно быть трудно сидеть на диете из продуктов без глютена. Конечно, это трудно. При безглютеновой диете организм недополучает клетчатку, поэтому необходимо употреблять пищу с большим количеством волокон. Они содержатся в цельном рисе, картофеле и овощах. Чтобы не испытывать дефицита питательных веществ, Baxın, defisit питательных веществ. Elə eyni şeydir, недостаток питательных веществ. Yəni çatışmamazlığı. нужно есть больше орехов, семян. Ona görə avtomatik olaraq недостаток və ya defisit питательных веществ eyni şeydir. 3-də olur avtomatik olaraq B cavabı. А больше всего я люблю хлеб без пшеницы. Baxın, ən çox o çörək sevir, buğdasız olan. С пшеницы хороший? Конечно, я знаю это не понаслышке, потому что всегда покупаю его. Он плотнее, чем обычный хлеб, но если ты долго ешь его, то привыкаешь. Но разве этот хлеб не дороже? Он всегда казался мне дорогим удовольствием. Ты прав, он дороже, чем обычный хлеб, но в то же время гораздо полезнее для здоровья. Baxın, əslində 4-də avtomatik olaraq cavab yazılır. Amma sizə doğru olaraq sizin mətnin məzmununa чрезмерное употребление обычного белого хлеба очень полезно. Xeyr, ağ çörək heç vaxt faydalı deyil. Соблюдать безглютеновую диету не так сложно, o qədər də çətin deyil. Xeyr, yəni çox çətin deyil. При безглютеновой диете организм достаточное количество получает клетчатку без глютена. Xeyr, əslində tam tərsidir. Xleb без pшеницы вкуснее и полезнее, чем обычный. Bəli, avtomatik olaraq hal-hazırda yalnız bu haqda danışır deyə daha dadlıdır, daha faydalıdır adi çörəkdən. Və еда də deyir ki, при дефиците определенных элементов могут возникнуть проблемы с пищеварением. Gəlin sona qədər qulaq asaq. В самом деле, на твоем месте я бы начала покупать полезный для здоровья хлеб. Ты права, он действительно очень хорош для организма. Və bizim hal-hazırda 4-lə 5-lə cavabımız qalıb. Biz bu cavabları hələ axtarmamışıq. Gəlin indi ilk ortasından dinləməyə qulaq asaq və 4-lə 5-in cavablarını axtaraq. Və əslində 5-də biz bilirdik ki, hansı sualın cavabı mətn içində var.
какие мучные молочные продукты любит Sara. Bu haqda heç nə deyilmir. Yəni hansı və süd və un ərzaqları Sara sevir daha çox. Каких домашних слов можно приготовить без глютена хлеб? Yəni glutensiz çörəyi necə bişirmək qaydasını ümumiyyətlə bu haqda deyilmir. Почему люди не любят безглютеновый образ жизни? Yəni insanların sevmədiyi haqqında çok da yok idi burada. Какие продукты содержат большое количество пищевых волокон? Burada var idi. Большое количество волокон. Bakın üçüncü sual aktaranda tam da cevap oradaydı ama bir de birini kulak asar. И почему нельзя употреблять пищу с большим количеством волокон? Bu haqda da burada deyilmir. Və 5-də bizdə D cavabdır ama bir dəfə də gəlin ortadan qulaq asar. Из продуктов без глютена. Конечно, это трудно. При безглютеновой диете организм недополучает клетчатку, поэтому необходимо употреблять пищу с большим количеством волокон. Bakın görürsünüz ona göre burada var. Какие продукты содержат большое количество волокон? Bakın biraz Содержится в цельном рисе, картофеле и Bakın 5'te də cavabı deyir. Yəni, какие продукты hansı ərzaqlarda var və artı o ərzaqlar da deyir. овощах. Чтобы не испытывать дефицита питательных веществ, можно есть больше орехов, семян. А больше всего я люблю хлеб без пшеницы. Ну и как этот хлеб без пшеницы? Хороший? Конечно, я знаю это не понаслышке, потому что всегда покупаю его. Və dediyim ki, dinləmənin qulağısı 4-də avtomatik olaraq D cavabı olur. Çünki dediyim kimi bayaqdan sadəcə bu haqda deyilir. Amma sonuncu variant haqqında da yəni deyilmir deyə ona görə avtomatik olaraq dinləmənin cavabları 1 Y, 2 C, 3 B, 4 D, 5-də D olaraq olur. Gəlin mətnimizə. Bu bizim qəbul mətnimizdir və 2024-cü ildə bu qəbula düşəcək bir mətin idi. Xudada bekləndir. Və mən hər zaman deyirəm ki, uşaqlara mətni oxumun, stajı avtomatik sualları axtarın. Çünki sizin vaxtınızı aparacaq. Və gəlin suallara baxaq. 6.1. Будущий врач получил высшее образование в Харькове. Deyir. Gəlin baxaq, bu doğru cavabdır, yoxsa yox. Baxın, deyir ki, Xudadat Rafibekov Xudadat Rafibekov Bakın, Xudadat Rafibekov окончил медицинский факультет Харьковского университета. Bakın cevap buradadır. Harkov Üniversiteti bitiribsə, значит, bu doğru cavabdır. Bəli, 10 получил ali təhsilini alıb Harkovda, ona görə 6.1 A cavab olur. 6.2'ye baxaq. 6.2'də bizdə deyir ki, Xudadat Rafibekov был одним из первых терапевтов страны. Baxın, həmişə bu cavabları axtaranda sadəcə yuxarıdan bir başlayırsınız axtarmağa. Zile hesab edin. Bu первый terapevtdir. Gəlin baxaq. Bu doğru cavabdır, yoxsa yox. Baxın, Xudadat Rafibekov окончил медицинский факультет Харьков университета и вернувшись на родину, он стал одним из первых хирургов Azərbaycanda. Хирург это cerrah. А тут написано терапевт, поэтому 6.2 bizdə artıq səhv olaraq cavab. Первое в истории Азербайджана медицинское общество было создано в Баку. Baxaq, 6.3 bizdə doğru cavab nədir? Первое медицинское общество было создано в Баку. Gəlin baxaq, медицинское общество где было создано? Baxın, 1914 году именно в Генче было создано первое в истории Азербайджана Генческое медицинское общество. Ona görə avtomatik olaraq 6.3'də bizdə B cavabı olur, yəni səhv variantı. И axırda da deyir ki, Xudadat делал все возможное, чтобы установить стабильность в родной губернии. Mətnə baxsız, sonlarında doğru bu haqda deyilir. Baxın, период своей правления он приложил все усилия за установление законности, правопорядка в губернии. Поэтому avtomatik olaraq bu doğru cavab olaraq götürülür. Gəldi 7'ye дополнить предложение cümləni tamamlamaq lazımdır. 7'də bizə nə deyir? Deyir ki, известный общественный деятель Аликбер Rafibekov, bax, Аликбер Rafibekov, Xudadat deyil, onun atasıdır. Nə inirdi o? Yəni, baxaq, bu haqda varmı burada, yoxsa var? Əvvəlinə baxaq, baxın. В семье видного азербайджанского представителя Аликбера Rafibekova отец Xudadat Bekov пользовался исключительным уважением, авторитетом среди генджинцев. Он показывал материальную помощь одаренным детям, бедняков в получении образования, а также проявлял инициативу в открытии турецкой школы. Поэтому он оказывал материальную помощь одаренным детям, бедняков, yəni kasıb insanlar, yəni onlar təhsilində. Ona görə mən də baxıram burada nədir? Tam tərcümə ilə bağlı əslində. Занимал пост губернатора, xeyr, bu haqda yoxdur. Создал общество, xeyr, ittifaq plan yaratmayıb. Был назначен министром, xeyr, heç bir nazir planına qoymamışlar. Стал членом общества в Генче, bu haqda deyildi.
Y variantı sadəcə qalır. Yəni özünüzə heç vaxt imtahanda itirməyin və sadəcə çalışın ona uyğun cavab tapın. Finansal podдержка, yəni mali cəhətdən dəstəkləyirdi bacarıqlı olan və yoxsul olan ailələrin, onların uşaqlarını. Ona görə Y variantı daha məntiqi olur. Gəldik 8-ə, решение olur. Deməli, решение, осознание месяцədir. Значит, burada qərarla bağlıdır. Mən də baxıram tərcümələrə. Uказание bizdə göstəriş deməkdir. Заявление ərzək kimidir, yəni bir bəyanat falan kimi deyə bilərik. Sonra изыскание tədqiqat deməkdir. İzivlение bildirmə, burada qalır bir dənə pastarım deyib, o qərar olaraq tərcümə olunur. Ona görə bizdə cavab olur Y variantı. Gəldi 9-a. Deyir ki, расположите в правильном порядке события жизни Vladimir Bekova. Ən asan suallardan biri qəbullarsa olur, yəni bunu sayırım. Düzdür, tam-tamına bəlkə də cavab orada yazılmasa, amma yəni tam olaraq sizə yardımcı olur. Əgər siz çətinlik çəkirsiniz bu sual cavabını, ən 5-i sonu götürün və sıralamaya baxın. Atıram, deyir ki, создание демократической Azərbaycan Demokratik Respubliki назначение Vladimir. Mən də baxıram, baxın, burada yazılmışdı. Создание Azərbaycan. Burada götürün 5 rəqəmi yazın. 5, yəni elə götürürsünüz. Yazırsınız 5. Qeyd etdiniz. Sonra 4-cü cümləyə və yaxud 2-ci cümləyə baxaq. 1-ci cümləyə yaxşı baxaq. Deyir, назначение Vladimir на пост губернатора Gəncə. Gubernator nə vaxt olur? Mən də baxıram. Когда его назначили губернатора? Bax, burada назначили губернатором Gəncəski guberniyyə. Baxın, bu 5 idi. Bu avtomatik olaraq artıq olur burada 1. Sonra 2-ci cümləyə. Борьба истинного патриота за установление мира и порядка губернии. Baxın, burada порядка guberniyyə buradadır. Burada son avtomatik olaraq 2 olur. 5, 1, 2. Artıq o bu cavablara heç ehtiyac yoxdur artırmaya. 5, 1, 2 ilə sonluq bizdə qutarır B ilə və Y-də. Avtomatik olaraq bütün variantları atıram. B ilə Y arasında qalır. Yəni doğru cavab hansıdır? İndi 5-dən öncə hansı cümlədir? Yəni 4-də və yaxud da 3-də. 4-də bizə nədir? Burada da является создателем литературного общества. Bizdə baxaq, где он является создателем литературного общества. Gəlin baxaq. Baxın, çünki bu yuxarıda olur. Çünki artıq bu doğru olaraq biz sonluqları istifadə etmişik. Где это было? Литературное общество. Vladimir общественный деятель. Vladimir пользуется исключительно, он показывал материальную помощь. Большие области, ближе к поэзии, занимался. Так, Баха, литературного общества. Bu hardadır. Tak, literatурное общество. Bunu tam görmedim. Gel 3-cü cümləyə baxaq. Возвращение выпускника медицинского факультета на родину. Aha, vətənə nə vaxt qayıdır? Biz də baxırıq əvvəllərində vətənə nə vaxt qayıdır. Baxın, burada onun nə vaxt dünyaya gəlir. Пользовался авторитетом, материальной помощь оказал, и потом вернулся на родину. Aha, burada verнулся на родину, avtomatik olaraq, yəni обществona bağlı heç bir şey yoxdur, literatürün общество, avtomatik olaraq 3 birinci gəlir. Ona görə avtomatik olaraq bizdə cavab B variantı olur. Yəni sıralama ilə doğru olur 3, 4, 5, 1, 2. Gəldi 10-cu suala. Bir на какие исторические вопросы есть ответ edeceksin. Yəni hansı sualların cavabları var. Где Vladimir получил высшее образование, təhsili biz artıq bildik, Xarkovdaydı. Ona görə birinci sualın cavabı bizdə var. 2-də deyir ki, почему стремился Vladimir будучи должностью губернатора. Bu da bizdə var. Baxın, sonda var, yəni gubernator oldu. Sonra nədir? Он приложил все усилия за установление законности, правопорядка. Ona görə bu sualın cavabı var. 3-də, когда Vladimir был назначен в должность министра здравоохранения, yəni baxar. Baxın, 1918 года закон был, решение. Потом в том же году, həmin ildə, значит, bu il var da burada. Когда назначили министра здравоохранения, ona görə avtomatiği 3-ü də mən götürürüm. Sonra 4'te deyir ki, почему оказывал поддержку деятельности культуры, bu haqda burada yoxdur. В каком году скончался, yəni rəhmətə gedib deyə. Ona görə bu da yəni yoxdur. Ona görə avtomatik olaraq bizdə 1, 2, 3 bu sualın cavabı olur. Gəlir ikinci mətnə, 11-ci sualda 15-ci qədər ikinci mətn suallardır. Gəlin baxaq 11-1-də. 11-1-də nədir? Kajuri mandarina imеется магний. 11-1-də deyil. Gəlin biz mətnin içində baxaq. Deyil, kajuri mandarina imеется магний и кальций. Bir də baxaq. Baxın, mətn buradan başlayır və burada bayaqları görürsünüz. Mandarinli sok sodержит kaliy, magniy и kalsiy. Sok. Yəni onun soku şirəsi. Amma budur ki, kajuri mandarin, yəni onun qabığında söhbət gedir. Ona görə 11-1 bizdə avtomatik olaraq bu cavab oldu. 11-2-yə baxaq. Mandarin не вредит людям, больным сахарным диабетом.
Gəlib siz mətni əvvəldən oxuyarsınız ki, tənbəl eləməyəsiniz, avtomatik olaraq sizə tez-tez cavabları göstərir. Baxın, употребляйте больным сахарным диабетом осторожно, çok diqqətli olmalıdır. Потому что у него гликемический индекс есть. Поэтому автоматик olarak burada deyir, niye vredит için, yani ziyanı yoktursa ona göre 11.2 de B cevabıdır. 11.3'te mandariновый сок снижает уровень холестерина. Bazıları burada görür, mandariновый сок снижает уровень холестерина. Gelin bakalım. Мандарин сок улучшает калий, способствует плану, снижает холестерин. Посмотрим, что здесь. Нет, bakın вещество необлитин, которое план снижает холестерин, вещество. Ama mandarin soğukta farklı şeyler var, xüsusiyyətlər. Ona göre burada B cevabı olarak götürülür. Кожура мандарина улучшает обмен веществ в организме. Baxay, кожура mı? Веществ. Нет, bakın mandarin sok содержит кальций, и он улучшает обмен, o yaxşılaştırır. Ona göre avtomatik olarak bu 11.4'te bizde B cevabı olur. Yani 11.1'de, 11.2, 11.3'de, 11.4'te B cevabı oldu. Geldi 12'ye doğru olarak istəyirsiniz də. Mətn bir tənbəl elimizi axtararsınız ki, mətn burada yazıb, aya baxın, bu doğru olmasın. После выращивания мандарина начали выращивать его в оранжерее. Ama burada tersinedir. Сначала выращивали в оранжереях, а потом в открытый bütün avtomatik olarak bu doğru cevap değil. 12'de bizde doğru cevap. Gelin bakalım 12'nin doğru cevabı nerede bizde? Deyip Европа и Америка эксфрукт был привезен из Китая. Bizde burada yazılıb o Европа привезли, в Америку эксфрукт был привезен. Ama hardan getirdiği yani hakkında yani bir şey yok diye. Ona göre biz bunun cevabını yani götürə bilmərik. Bir название этого дерева и фрукта одинаковый. Yani bu ağacın adı da, meyvenin adı da eynidir də. Mən də bilmirəm də. Eyni diyorsa gelin baxaq. Mandarin это небольшое вечно зеленое дерево. Ağacın adı derevodur, düzdür. И на китайском прохождении указано и название этого фрукта. Həmin o meyvənin adı da, плоды rastения были ля-ля-ля. И axırda da sonunda yazır mandarin. Значит, düzdür. Adı da yəni elə mandarindir. Ağacın adı da, meyvənin adı da mandarindir. Ona görə bizdə 12'də cevap eynidir, düzdür. Sonra mesela şurada niye götürmüyor? Deyir ki, процессу пищеварения влияет кожура мандарина. Yani. Ama biz de bayaqları baxdıq, proses pişiverения kojura değildi diye. Ona göre biz de onu götürmürük. Автоматик olarak. Sonra в одной из азиатских рукописей описывается несколько сортов мандарина. Gelin baxaq. Burada da bayaqları vardı. В одной из китайских рукописей описывается 27 сортов. Ona göre burada avtomatik doğru cevabı. Biz de doğru istəyirdik. Ona göre avtomatik bizde cevabı doğrudur. Dil выделенное тексте слова. Gelin baxaq. Выделенное текст hansı sözdür? Budur. Dil в кожуре мандарина присутствует эфирные масла. Yani var orada efir yağları, acı ve renk edici maddeler var. Biz de ona göre cümləni oxusunuz daha yardımcı olur sinonim tapmağa. Ona göre her zaman deyirəm tələbələrə sinonimləri öyrənin. Çünki baxın hər bir mətnin içində artıq sinonim var və qabılarda dəyişilir. Yəni sinonim olur. Bəzən olur hər iki mətnlər, bəzən olur yəni qrammatika suallarına və çox vaxtı dedim ki mətnlərin içində olur. Отсутствует yani yoktular. Sözlük yaradılır. Imеется var. Elə 13C cavabdır. Sonra получает əldə edilir. Приводится gətirib çıxardılır. Avtomatik C cavab. 14 biraz çətin suallardan sayılır. Bir какая пословица подходит к содержанию текста. Yəni hansı atalar sözü daha uyğun olar bu mətnin məzmununa? Mən də bilmirəm. Aya baxan bir mal zalotnik da doğru. Mən də bilmirəm yəni nə deməkdir də, yəni məna olaraq. Bunu nə mənada yəni götürə bilərik? Atra nə qədər balaca olsa da, amma onun balaca olduğuna görə qiymətləndirmirlər. Yəni, bayağı dəyərli bir şeydir, yəni çox bir şeydir. Əslində, uyğun olaraq bax, bu cavab olur, ama gəlin obruslarına da baxaq. Appetit приходит во время, yəni iştah yemək vaxtı gəlir, məntiqsizdir, yəni iştahla bağlı bir şey deyil. Ешь больше, проживешь дольше, daha nə qədər çox yesin, daha çox yaşayarsın, məntiqsizdir. C'də что в рот полезло, то и полезно, yəni ağzına nə getdirsə, o faydalıdır, yəni heç bir məntiqi yoxdur. Умеренность еде deyil полезнее, чем 100 врачей, bunu necə götürə bilərsiniz? Bu nə deməkdir? Yəni deyir ki, həddən artıq çox yemə də, yəni yavaş-yavaş, asta-asta ye, daha faydalı olsun, daha effektiv olsun sənin həyatın üçün. Yəni belə bir şeylərdən deyir, belə. Yəni yeməyi necə şey eləməyə, amma daha məntiqli olur. Çünki baxın, mandarin faydasından danışır. Yəni özü balaca olsa da, onun nə qədər faydaları var və ona görə A variantı daha məntiqli uyğun olar. 15'te nə deyib, hansı sualların cavabları var? Mən də axtaram. 15'te nə deyib? Почему не стоит употреблять мандарин на голодный желудок? Bayaq var, niye aç var? Baxın, не стоит употреблять голодный желудок? Tabii стоит var. Потому что они повышают уровень кислотности. Bu var. Sonra 2'de deyib ki, когда начали выращивать мандарин в открытом грунте? Yəni nə vaxt başladılar yetişdirməyə?
Burada var ya yetiştirme ama ne vaxtı yoxdur открытым grup. Sначала выращивали burada vesaire var. Yani yoktur onunla bağlı. Sonra bir как называется плод мандарина? Bu var çünkü özü elə mandarindir. Ağacın adı mandarindir ve özü de yani mandarindir. Ona göre avtomatik olarak o da var. E, Дальше. Что еще там было? Что насчет там было? Что улучшает обмен веществ в организме? Что улучшает обмен веществ в организме? Burada var idi. Что улучшает обмен веществ в организме? Burada var idi. Mandarin sok sodержит калий, магний, кальций, он улучшает обмен. Ona göre avtomatik o cevapta var. Doğru cevaplar 1, 3, 4'tü. Bu 5'te dedik ki фруктовый кислоты вредят зубной эмали. Yani neye göre? Burada var. Фруктозы содержит мандарин, который вред. Они вредят зубной эмали ve lazım bir su. Ama neye göre? Ne sebepten? Yani yoktu da. Yani почему вредят? Поэтому o cevabı götürmürük. Mətnlə bağlı suallar qurtardı. Gəldik qrammatika suallarına. 10-cu sual. Yukarısı отличает слово по своему морфологическому признаку. Yəni fərqlənən sözü istəyir sizdən ayırmağa. Ночь qadın cinsidir. Sonra drop bizdə qadın cinsidir. Горячая, большая, B variantı сильный кашель. Например, я говорю, у меня сильный кашель. Yəni güclü öskürək var. B variantı kişi cinsidir. Qalanlar hamısı qadın cinsidir. 17-ci sualın cavabı. Çox vaxt uşaqlara deyirəm ki, yəni cədvəl olaraq bir cinsi öyrənin ki, sizə daha rahat olsun onları ayırmağa. Kap zərflərlə bağlıdır. Yəni necə tərzi hərəkət zərflərdir. Mən də axtarıram hansı cavablardır. Bu yəni sürətli kap, bir fon, yəni at üstə falan deyə bilərsin. Şoplotu pıçıldayaraq, fikira dünən ötürəm səhər çığı, dünən gündüz vermə. Avtomatik olaraq bu variantı atıram. Vверх, yəni yuxarı avtomatik olaraq atıram. Yəni bu da vovремя vaxtında, когда avtomatik olmaz. Слишком надвое очень, bu da artıq dedim nə miqdar zərflərdir ki, avtomatik olaraq bu variantlar heç biri getməz. A variant doğru cavabdır. Gəldi 18, dialoq yaratmalıyıq. Mən də dialoqu nə edirəm? Başlayıram hansı sualın, yəni mən daha məntiqli olaraq yəni başlaya bilərəm yəni cavabı. Baxaq, bizdə nə deyir? Bax, здравствуй, gəlin daha məntiqli olaraq başlamağa. Здравствуй, gəl, hər iki variant bundan. Sonra привет, Sabine, как dела, как ты провела лето? Hər ikisi var. 2-dən sonra 4 gəlir və 3 gəlir. Mən də bilmirəm. Как ты провела лето? Baxın, 3 də geçəndi. Ya bunlar gəncə söyləyən, a как ты провела лето? Sonra da ты много ездила. Məntiqsizdir. Sual üstü sual gəlmir. Amma burada baxın, как ты провела лето? O da 4-dədir ki, я все лето, можно сказать, провела в пути. Bax, fiil провела в pути avtomatik olaraq. Sonra deyir ki, ты много ездила, где была? Çox yəni getmişdin. Yəni haralara getmişsin, gəzib getmişsən. Harda idin, где была? 5-dən sonra 3-də deyir, была в Gəncə, Salyan, Şirvan, как ты провела лето? O da где была на даче? Bilgə. Avtomatik olaraq bizdə 18-də Y cavabıdır. Gəldi 19-a. Yukarıcı şıqqı paronimdir. Paronimləri necə tapırıq biz? Mən sizə hər zaman deyirəm, necə tapmaq paronimləri. Sadəcə onları məna olaraq gərək siz əzbərləməlisiniz ki, doğru tapasınız. Deməli, местность, болотная. Burada səhv cavab elə adı. Gələcəm nəyə görə? Mən hər zaman şalar edirəm. Местность, почность, почва, берег. Bunlar hər zaman болотистая, istəyinə olan paronimlər götürür. Каменистая, болотистая и так далее. Atlet diplomatik bir cavab tam doğrudur. Qaradog, Palatışını deyə bilərəm. Yəni, çadır şəhərciyi kimi də, yəni düşərgəsi falan yəni, götürə bilərsiniz deyə. Ona görə bu da tam doğrudur cavab olaraq. Sonra zrelişi effekt nə? Düzdür, yəni effektli bir görünüşdən söhbət gedir. Effektiv çünki effektiv artırmışdırmı? Effektivni produkt, yəni effektiv bir məhsul. Yəni ona görə bu da tam doğrudur. Pozitivini seçir. Metal tsvetni doğrudur. Çünki rəngli metallardan söhbət gedir və ona görə bu arada bu bizdə qəbul sualıdır və qəbulda düşən bir suallardan biridir. Uşaqlar tez-tez bu haqqında deyirəm. Burada səhv cavab местности, bolotная olmaz. Çünki elə bir bataqlıq ərazisi kimi götürülür deyə ona görə местность bolotistaya daha doğru olaraq biz deyə bilərik. Bolotная sözünü götürməyəm. Bolotistaya местность. Ona görə səhv burada A variantıdır. Belə. Sonra bolotная məsəl bataqlıq olanda mənasında götürülür. Atıram bolotная trava deyə bilərsiniz.
Дальше. 20 неделю каждый ряд слов, которые могут быть употреблены и как прилагательные, и как существительные cədvəliniz var, substantivləşdirilmiş sifətlər, onları əzbərləməlisiniz bu sualların cavabını tapmaq üçün. Utreniyə, yəni səhər, heç olmasa atıram, utreniyə paqoda. Bu elə sifət rolunu oynayır. Priyomlaya qəbul otağıdır. Məsəl üçün, priyomlaya doç deyə bilərik biz. Yəni, övladlığa götürən bir qız övladı. Bir də var priyomlaya, yəni qəbul otağı. Həm isim, həm sifət rolu oynayır. Stolovaya, yəni yeməkxana, bir də deyirəm stolovaya loşka, yəni yemək qaşığı. Həm sifət rolu oynayır, həm isim rolu. Avtomatik olaraq B cavabı doğrudur. Suallar qutardı, gəldi esse sualları və 2 sual sizə verilir. İstədiyiniz sualı seçirsiniz və bu sualın cavabını izahlı olaraq verirsiniz. Limit 150-200 arasında sözdür. Buyurun.